Salam, bugün sizinlə Redkalinkadan 7-ci dərsə baxacağıq. Урок 7. Qrammatika. Новые глаголы. Спражнение at, yat. Yeni feillər, atla, yatla bitən feillərin hallanması. Birinci söz. Делать, etmək, eləmək. Я делаю, ты делаешь, он, она делает, мы делаем, вы делаете, они делают. Делал, делала, делали. Eləyirəm, eləyirsən, eləyir. Eləyirik, eləyirsiz, eləyirlər. Etdi, edəcək, yox. Дело kişi cinsində etdi, qadın cinsində делала etdi və cəmdə делали etdilər. Отдыхать, istirahət etmək. Отдыхаю, отдыхаешь, отдыхает, отдыхаем, отдыхаете, отдыхают. Отдыхал, отдыхала, отдыхали. Гулять, gəzmək. Гуляю, гуляешь, гуляет, гуляем, гуляете, гуляют. Гулял, гуляла, гуляли. Играть, oynamaq. Играю, играешь, играет. Играем, играете, играют. Играл, играла, играли. Слушать, qulaq asmaq, dinləmək. Слушаю, слушаешь, слушает. Слушаем, слушаете, слушают. Слушал, слушала, слушали. Sonuncu, знать, bilmək. Знаю, знаешь, знает. Знаем, знаете, знают. Знал, знала, знали. Keçdik təbliğ 2. Burada isə новый qlaqol, spражнение a, et, it. Etlə, itlə bitən feillərin hallandırması. Birinci feil, смотреть, baxmaq. Смотрю, смотришь, смотрит, смотрим, смотрите, смотрят. Смотрел, смотрела, смотрели. Keçmiş zamanda. Любить, sevmək. Люблю, vurğulara fikir verək burada. Люблю, yuya düşdü. Любишь, indi birinci yuya düşdü. Любит, любим, любите, любят. Любил, любила, любили. Keçmiş zamanda i'yə düşür vurğular. Vurğu olan heca biraz uzadılır. Помню, помнишь, помнит, помним, помните, помнят. Помнил, помнила, помнили. Xatırlamaq deməkdir. Onda xatırladım ki, vurğulu olar o kimi, vurğusuz olar a kimi oxunacaq həmişə. Хотеть, istəmək. Хочу, хочешь, хочет, хотим, хотите, хотят. Хотел, хотела, хотели. Fikir verdinizsə, хочешь, хочет o kimi oxundu, amma başqa vaxtlarda a kimi oxundu o hərfi. Keçdik 3-cü təbliğsə. Deməli, обратите внимание, yəni fikir verin. Dom sözü 3 cür dəyişir. Это мой дом, bu mənim evimdir. Сейчас я дома, mən indi evdəyəm. Əgər kim isə evdədirsə, nə isə evdədirsə, onda дома, yəni evdə. Söz bu qaydada deyilir. Məsəl üçün, сейчас они все дома, indi onlar hamısı evdədirlər. Ты сейчас дома, sən indi evdəsən. Вчера мы были дома, dünən biz evdə idik. И üçüncü, я живу в доме номер 3. Mən 3 nömrəli evdə yaşayıram. Harda sualına cavab verərkən olur, qarşısında v, sonda da e qoyuruq. В доме. Misal üçün, я живу в этом доме. Mən bu evdə yaşayıram. Ты живешь в этом доме. Sən bu evdə yaşayırsan. Я видела их в этом доме. Mən onları bu evdə görmüşdüm və s. Və sonda da я смотрю televizor. Əgər sadə cümlə desəm, mən televizora baxıram, я смотрю televizor olacaq. Desəm ki, mən futbola baxıram, я смотрю futbol. İki cümləni birləşdirsəm, desəm, mən televizorda futbola baxıram, olacaq. Я смотрю futbol по televizorу. Yaxud desəm, mən radio qulaq asıram, я слушаю radio. Mən konsertə qulaq asıram, я слушаю konser. İkisini birləşdirsəm, я слушаю konser по radio. Mən radioda konsertə qulaq asıram, bu qaydada olacaqdır.